Son vaxtlar sosial şəbəkələrdə tez-tez yayılır. Müğənni mühafizəçi ilə tədbirə gəldi. Müğənni nə bilim filan kəsin üstünə maşın sürdü. Müğənni belədir. Bu müğənni məsələsini qoyduq kənara. Buradan səslənirəm öz cəmaatımıza, nə bilim cəmiyyətimizə. Yəni siz utanmırsınız ki, bu adamları belə urvata mindirirsiniz, güya bəyənmədən. Nəticə etibarilə sizin məclislərinizə mühafizəçi ilə gəlirlər, sizin üstünüzə maşın sürürlər. Sizi saymazdan gəlirlər, gedirsiniz, borc xərc edirsiniz, toylarınıza çağırırsınız. O tədbirlərə gələnlər, bilirsiniz, balaca bir rayondan minlərlə adam gəlib, hansısa bir məkanın açılışına. O qadınlara səslənirəm, sizin bir iki dənə kirli qabınız, qaşığınız yoxdur, gedib onu niyə yumursunuz? O kişilərə səslənirəm, sonra gəlirsən, burada deyirsən 8 uşağım var, dövlət mənə pensiya versin, yardım versin. Qapında niyə 2 lək pomidor əkib yemirsən, ya qışa bir azuqə görmürsən? Qışda sənin arvad uşağının nəfəs saxlayacaq, damla saxlayacaq. Bu nə düşüncədir? Yəni, bu hansı məntiqdən irəli gəlir? Nə vaxta qədər özünüzü belə bu yerə qoyacaqsınız və utanmaz da sonradan çıxıb deyəcəksiniz ki, filan kəsi bəyənmir. Artıq bu işin günahı taksiri müğənnilərdən keçib. Günah cəmiyyətdədir. Sən əgər hansısa bir efirdə bu adamı göstərəndə baxmasan, sosial mediada baxmasan, saytda baxmasan, o adam bir həftə ərzində ya düzələr, ya da ümumiyyətlə yoxa çıxar. Milyonlarla baxış sayı qazandırırsınız bu adamlara və nəticə olaraq da çıxırsınız. Bəyənmirik, filan şey belə oldu üstümüzdə maşına sürdü, əcəb elə sürdü. Niyə sürməsin də? Yəni, bir adam təhsilsizdir, bir adam sənət yoxdur, filandır, odur, budur. Qəfildə birdən-birə yarım saata 2000-3000 pulları görür. Yəni, nə eləməlidir ki? Bu cəmiyyətdə nə qədər ki var dövlət, pul, para, təhsilsiz, cahil, cəhalətə, belə deyək, meyilli adamların əlində olacaq, belə olacaq. Amma dərd ondadır ki, cəmiyyətin özü də o adamlar qədər cahildir. Bir daha deyirəm, adam var ki, 2 uşağın qonşuya tapşırıb ki, gedirəm filan kəsin konsertinə baxam, nə bilim, neyniyəm. Yəni, sizin evdə bir iki dənə kirli paltar yoxdur yumağa, bir başınızı qatmağa. Niyə belə eləyirsiniz axı? Bir qadın adı var da üstünüzdə, bir qadın cinsindən olan bir şəxssizsiniz. Siz niyə bunu belə? Yəni, axı, insanın özünə hörməti olar, sayğısı olar. Mühafizəçi ilə də toya gələrlər. Yəni, mühafizəçi ilə toya gəlmək olarmı? Ümumiyyətcə, necə düşünürsünüz? Müğənninin işinədir, gəlsin, mən məclisimi şənləndirsin də. Ora mühafizə ilə gəlmək nə deməkdir? İnsan öz iş yerinə mühafizə ilə gələr. Yəni, onları qoyduq bir kənara. Amma burada taksirin ən böyüyü sizdədir. O deyirlər, yaxşılarından uzaq. Həmən də deyirəm, yaxşılarından uzaq. Amma bugün o yaxşı nə qədərdir cəmiyyətdə? Bax, orası var. Balaca bir rayonda konsert olur. Minlərlə adam gəlir. Demək, yaxşı çox azdır da. Çox az qalıb. Ayağı yer tutan gəlir ora. Tabi bir ayaqla o müğənnilərin ayağının altında sürünmədiyiniz qalır. Valla mən sizin əvəzinizə xəcalət çəkməkdən bezmişəm. Siz bilirsinizmi ki, onlar ümumiyyətcə o səhnədən düşəndən sonra kimdirlər? Bir çoxları, hamısına da aid deyil, amma əksəriyyəti. Bilirsiniz kimlərdir onlar? Bax, onu lazım olsa gələn yayımların birində sizə izah eləyərəm.